Salam əzizləyicilər, əziz qardaşlar, xoş gördük hər birinizi. Əziz qardaşlar, bugün oktyabr ayının 3-ü 2025-ci il. Əziz qardaşlar, yeni qrup açmışam. Kim istəyirsə mənə yazsın, sizi qrupa qoşun. Bütün satılan heyvanlardan da məlumatınız olsun. Əziz qardaşlar, buyurun baxın, bax belə iki baş super yanı balalı bir inek satılır. Videoya sona qədər baxın, ikinci maldan da məlumatınız olsun. Əziz qardaşlar, gördüyünüz bu inek mal sahibinin dediyinə görə birinci qarına doğub, təmiz İvanovka cinsidir. Çox hündür bir düyədir. Altında maşallah olsun, mal sahibinin dediyinə görə 70 kiloluq bir dənə super erkək danası var. Bu ineğin anası mal sahibi qeyd elədi ki, 40 litrə qədər süd verən maldır. Hal-hazırda gördüyünüz bu düyə mal sahibinin dediyinə görə 27-28 litrə süd verir. Qiyməti 6600 manata deyilir. Real alıcı olsa qiymətdə razılaşma yeri var. Çox hündür bir düyədir əziz qardaşlar. Yəni hələ telefonda biraz balaca düşüb. Buyurun baxın. Birinci qarına doğub. Birinci qarına super bir maldır. Gördüyünüz kimi maşallah olsun. Yanında bir dənə super cins erkək balası var. Buyurun baxın. Almaq istəyənlər əlaqə saxlaya bilər. Əziz qardaşlar, gördüyünüz bu inəkdə mal sahibinin dediyinə görə təmiz qırmızı simentallardandır. Super yanında bir dənə erkək balası var. Çox hündür bir maldır gördüyünüz kimi. Südü səhər axşam hal-hazırda 22-24 litr. Qiyməti 5200 manata deyilir. Real alıcı olsa qiymətdə razılaşma yeri var. Buyurun baxın əziz qardaşlar, çox hündür bir maldır gördüyünüz kimi. Almaq istəyənlər gedib yerində də sağıb, yoxlayıb ala bilər. Ay maşallah, super maldır həqiqətən. Mala söz yoxdur. Kim alacaq, Allah dönə-dönə xeyrin versin. Uzaq bölgələrdə mal sahibindən danışsanız çatdırılması var. Göğüsdə mal göz qabağından. Şaşa buynuz bir inəkdir. Əmcəklər də uzundur, sağmağa rahat. Yəni gödək əmcək mal deyil.